Biz yeni bir kitab hərəkatı başladırıq. Küçə kitab hərəkatı. Kitab hərəkatının məqsədi paytaxtda, regionlarda və digər ölkələrdə kitab şəbəkəsinin yaradılmasıdır. Bu işi biz necə həyata keçirəcəyik? İlk növbədə bu hərəkatda iştirak etmək istəyən insanlar öz kitablarını bizə təhvil verirlər. Biz o kitabları qeydiyyata alırıq. Həmin kitabların bu küçə kitab hərəkatına aid olduğunu bildiririk və onun paytaxtın müxtəlif regionlarında, müxtəlif parklara, müxtəlif köşələrə yerləşdiririk. Məqsəd həmin kitabların təsadüfi sahiblərinə çatmasıdır. Kitablar təsadüfi sahiblərinə çatacaq və insanlar həmin kitabları oxuduqdan sonra yenidən onu şəhərin başqa bir köşəsində yerləşdirəcək və bu yerdə növbəti təsadüfi sahiblərinə çatacaq. Qeyd olunduğu kimi, küçə kitab hərəkatına kitabların məxsus olduğuna dair bizə təhvil verilən kitablar xüsusi formada kodlaşdırılacaq və kitabın ilk səhifəsindən sonra xüsusi bir qaydalardan ibarət bir vərəq yerləşdiriləcək ki, kitabı əldə edən şəxs bizimlə necə kontakt yarada bilməsi üçün əlaqə vasitələri qeyd olunacaq və küçə kitab hərəkatının qaydaları barədə məlumatlar yerləşdiriləcək. Bundan əlavə, birbaşa təsisçilərlə əlaqə saxlamadan da ölkə daxilində və ya ölkədən kənarda küçə kitab hərəkatına kitab təhvil vermək istəyən şəxslər ofisə gəlmədən də birbaşa kitablarını təhvil verəcəklər. Bu proses məlumat aldıqdan sonra internetdə xüsusi qaydalar yerləşdiriləcək. O qaydaları seleks edib kitabın birinci səhifəsinə yerləşdirməklə və təsisçilərlə sosial şəbəkələr üzərindən əlaqə saxlamaqla xüsusi kodlaşdırma veriləcək və o kodları kitaba yerləşdirdikdən sonra həmin şəxs də kitabı hər hansı bir ölkə daxilində bir güşəyə yerləşdirə bilər. Daha sonra Üçüncü mərhələdə bizim eləyəcəyimiz şey Azərbaycan müəlliflərinin kitablarının ingiliscə tərcüməsidir. Biz həmin kitabları ingiliscə tərcümə etdikdən sonra onu xaricdə yaşayan dostlarımıza göndərəcəyik post vasitəsilə və həmin xaricdə yaşayan dostlarımız Azərbaycan müəlliflərinin kitablarını öz yaşadıkları şəhərlərdə küçənin ortasında bir yerə buraxıb gedəcəklər və həmin Azərbaycan müəlliflərinin əsərləri təsadüfi olaraq xarici vətəndaşlar tərəfindən götürülüb oxunulacaq və bu həmin qaydalar yenə də həmin kitabların daxilində əks olunacaq deyə bu kitablar orada kitab mədəniyyətinin daha yüksək olduğunu nəzərə alsaq, orada yayılması daha böyük potensiala sahibdir. Bundan əlavə isə bir məsələni də qeyd etmək istəyirəm. Regionlar və digər regionlar arasında kitabların şəbəkənin yaradılması necə gedəcək? Demək, biz xüsusi günlər təyin edəcəyik ki, tədbirlər vasitəsilə xüsusi gün məsaat təyin olunacaq. Kimlər kitab təhvil vermək istəyirsə bizə veriləcək. Bu ayda təxminən 1 və ya 2 dəfə keçirilə bilər. Digər regionlarda da bizim nümayəndəliklər bu kimi tədbirləri keçirəcəklər. Kitablar toplanacaq və belə bir şey olacaq. Misal üçün, Gəncədən bizə 50 kitab gəlir, Qaxa 10 kitab göndərilir, Qubadan 20 kitab başqa regionlara gedir və beləcə şəbəkələşmə olacaq ki, Gəncənin kitab oxuyucuları öz kitablarını oxumasınlar. Misal üçün, Qaxdan filan kənddən filan kəsin kitabı artıq filan kəsdədir. Və izin itməməsi üçün kodlaşdırılmış kitablar bizim internetdə sosial şəbəkələr üzərindən və istifadə ediləcək veb-saytdan kitabı ilk oxuyucusu, ilk sahibi biləcək ki, kitabı hal-hazırda dünyanın hansı nöqtəsindədir və ya ölkədən xaricdədir və ya Azərbaycan daxilindədir. Bundan əlavə biz düşünmüşük ki, bizim xaricdə yaşayan çoxsaylı tələbələrimiz, soydaşlarımız var ki, onları da orada Azərbaycanca kitab tapa bilmirlər. Biz onlarla da əlaqə saxlayacağıq ki, yerli yazarları xaricdə onlar da oxusunlar. Bu ideyanın məqsədi nədir? Yəni, siz təsəvvür edin ki, siz bir kitabınızı götürürsünüz və onu gətirirsiniz, onu bizə verəndən sonra biz onu kodlaşdırıb şəhərin bir yerinə qoyuruq və həmin o kitab başqa bir adam tərəfindən götürülür və həmin kitabın içində yazılacaq da hər şey ki, bu kitab küçə kitab hərəkatına məxsusdur, kitabın kodu budur, bu sayta girirsiniz. Yəni, həmin insan götürdüyü kitabı bizim veb saytımızda kodlaşdırma vasitəsilə yazacaq və siz öz kitabınızın artıq hansı insandan hansı insana getdiyini görə biləcəksiniz. Yəni, bəlkə də sizin kitabınız dünyanın tamam fərqli bir nöqtəsinə gedib çıxdı və bu nəticədə siz öz
kitabınızı yeni sahibi ilə əlaqələr də yarada bilərsiniz. Yəni kitab fərqli nöqtələrdə yaşayan insanları bir-birindən əlaqələndirəcək və bu çox geniş bir şəbəkə olacaq. Bu işin riskli tərəflərindən biri isə kitabların itmə məsələsidir. Yəni biz kitabların izini itirə bilərik. Bəzi oxuyucular kitabları götürüb ümumiyyətlə kitab hərəkatından, yəni sıradan çıxarda bilər, öz kitabxanasına əlavə edə bilər və ya bəzi şəxslər kitabları korlaya bilər. Ancaq biz ümid edirik ki, bizim bu ideyamız və fəaliyyətimiz Azərbaycanda yeni bir mədəniyyətin formalaşmağına xidmət edəcək və istəyimizə nail olacağıq. Birinci, ikinci, üçüncü mərhələlər üçün təxminən biz artıq itkiləri gözə almışıq. Biz buradan səslənirik bizə bu ideyanı bəyənən şəxslərə, istər hər hansı bir qurumlar, QHT-lər, fərdi şəxslər, kitabsevərlər fərq etməz. Bizi izləsinlər, kitabsevərlər səhifəsi və qrupundan, şəxsi profillərimizdən bizi izləsinlər. Biz çox güman ki, tətildən sonra tədbir yaradılacaq, bir gün təyin edəcəyik və yanvar ayının ortalarından təqribən artıq start götürəcək bu bizim hərəkat. Bizə kitablarınızı təhvil verin, kitablarınızı evdə həbs etməyin. İmkan yaradın ki, daha az təminatlı gənclər də xüsusi yollarla daha rahat bir şəkildə kitab əldə edib oxuya bilsinlər. Əlaqələri videonun altında baxa bilərsiniz. Bizim Facebook profilləri, e-maillər və Facebookda olan səhifə və qrupların ünvanını baxa bilərsiniz. Çox sağ olun, minnətlər. Təşəkkürlər.